Bakı deyil, elə bir hansısa bir Gədəbəyin ucqar bir yerində qalır. Dövlət qurumlarından da heç kömək yox, bir şey yox. Valla biz burada zulüm çəkirik, yollarımız pis gündə. Barometrin qaynar xəttinə bu dəfə Yeni Ramanı Şuşa şəhərciyi 2-ci sahə Müşfiq Abbasov küçəsində yaşayan sakinlər tərəfindən şikayət daxil olub. Yolumuz bu vəziyyətdədir. Uşaqlar məktəbə də getməyə çətinlik çəkirlər. Nəvələrim səhər-səhər tezdən məktəbə gedirlər. Görürsən, indi yağış yağır, bu hələ qurudur. Yağış yağan vəziyyətdə çox pis olur. Valla biz burada zulüm çəkirik, yollarımız pis gündə. Su, yağış yağan kimi su qalır. Öz vəsaitimizə buraları şeyləmişik, pul yığıb, daş dökmüşük. Yəni biz narazılıq edirik. İndi qonşular yoxdur, amma işdədirlər. Yəni bir ana kimi, bir vətəndaş kimi istəyirəm ki, bu yollara ancam çəksin, işıq verilsin, yollar düzəlsin. Hansı zaman 21-ci əsrdir? Bu Yeni Ramanı Şuşa qəsəbəsində hardasa 7-8 ildə burada qalırıq. Yəni bu yollarla, işıqla, qazla, varla, zulümlə, yəni hamısını öz vəsaitimizlə çəkmişik, amma da bundan o tərəfə biz elə bilmirik də. Yəni çünki valla yaşadığımız belə, yəni evimizi də çəkə bilərsiniz. Yəni bir yaşayışımız da yoxdur. Bizim uşaqlar vallahi deyirəm yağış yağır, uşaq məktəbə gedə bilmir. Uskoru vururuq, uskoru gəlmir. Deyir mən gəlmişəm, yol yoxdur. Burada necə keçim? Dağ, dərə kimi elə bil Bakı deyil, elə bil hansısa bir Gədəbəyin ucqar bir yerində qalır. Bizim yollarımız bərbad gündədir. Biz əzab əziyyət içində yaşayırıq. Belə dövlət qurumlarından da heç kömək yox, bir şey yox. Yəni istəyirik ki, yolumuz düzəlsin. İşıqlar olsun, qazımız olsun, suyumuz olsun, yaşamağa nə var ki? Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra geniş miqyaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədi ilə bir sıra layihələr hazırlanıb və tikinti quruculuq işləri aparılır. Sözü gedən ərazilərdə də şəbəkələrin qurulması mərhələli şəkildə həyata keçiriləcək. Yol problemi ilə bağlı isə Sabunçu rayon icra hakimiyyətindən bildirildi ki, rayonun bütün qəsəbələrində olduğu kimi Yeni Ramana qəsəbəsində də qəsəbə daxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Yeni Ramanı Şuşa şəhərciyində də yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunmuşdur. İcra hakimiyyətinin müraciət etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə də sorğu ünvanladıq. Qeyd edim ki, qəsəbə daxil küçə yolları agentliyin balansındadır və agentlik tərəfindən investisiya proqramından kənar bu cür ərazilərdə hər hansı bir təmir işi icra edilmir. Yerli icra strukturlarının balansında olduğuna görə bu cür ərazilər onlar tərəfindən agentliyə deyil, çünki agentlik bu məsələlərdə qərarverici səlahiyyətə malikdir. Aidiyyəti üzrə təkliflər hazırlanıb göndərilməlidir. Həmin təkliflər əsasında bu cür ərazilərin təmiri investisiya proqramına daxil edildikdə artıq onun icrası agentliyimizə həvalə olunur. Gördüyünüz kimi 2026-cı il olmağına rəğmən qurumlar hələ də hansı ərazilərin kimin tərəfindən düzəldiləcəyini bilmir. Hər biri mənim balansımda deyil deyib yaxasını kənara çəkir. Görünür, sakinlər problemlərinin həll olunması üçün uzun müddət gözləməli olacaq.